Space Radyosu'nda. Bir telefon zəngimiz vardır. Gülbəniz xanım, gəlin onu qəbul edək. Alo. Alo, eşidirik sizi. Bəli. Elmira xanım Rəhimovadır bu. Elmira xanım, xoş gördük sizi. Sabahınız xeyir. Hər vaxtınız xeyir olsun. Bütün Space Radyosu'nu, bütün həmkarlarınız, ondan sonra hamısının işçiləriniz, sabahınız xeyir deyirəm. Sizin verilişiniz uzun ömürlü olsun, çox maraqlı və çox samballı veriliş. Təşəkkür edirəm Elmira xanım. Elmira xanım. Bəli, eşidirəm siz. Mən bilirəm ki, siz Hacı Baba müəllimlə, yəni yaradıcılığınızda onun sizin müğənni olmanızda bir rolu o. Hacı Baba müəllim mənim dayımla dost idilər. Mənim dayım mülki işçisi idi, yəni FHD işçisi idi. Onlar dayımla dost idilər. Bizim evimizdə dayım onlara gedib gəlirdi, bizə gəlib gedirdilər. Ona görə Hacı Baba müəllim deməli Əhmədli qəsəbə rayon kimi sayılırdı da qəsəbəsində öz fəaliyyət. Əhmədli kəndi. Bəli, Əhmədli kəndində öz fəaliyyət dərnəyinin bədii rəhbəri idi. Amma nədənsə bilirsiniz ki, o vaxtlar müğənniyə da öz fəaliyyətə çox da getmirdilər də. O vaxtda belə çətin idi. Hər ailə buraxmırdı uşaqlarını. Hacı Baba müəllim də bilirdi ki, bizim evimizdə hamı çalırlar, oxuyurlar, amma ki, lübitil kimi də özləri üçün ancaq sənətdə deyildilər. Amma bacarırdılar çalmağı, oxumağı. Mənim mamam da ki, gözəl piyano çalırdı. Ondan sonra Hacı Baba müəllim xahiş elədi mənim dayımdan ki, biz Elmiranı icazə verginlə mənim öz fəaliyyətim adından çıxış eləsin. Çünki onların necə bir açıq konsertləri olmalı idi. Deməli, hökumət qarşısında. Ona görə də mən onun öz fəaliyyəti adından bir dəfə çıxış elədim. O da oldu, festival vaxtına düşdü. Necə bunların bir mədəniyyət, öz fəaliyyət, deməli, bütün öz fəaliyyətlər, deməli, hökumət qarşısında. Öz fəaliyyət kollektivlərinin festivalında. Bəli, festival, həm festival idi, həm də ki, necə bunlar bir açıq verməliydiler. Hesabat verirler dövlət qarşısında. Bəli. Orada mən çıxış elədim. Ondan sonra orada deməli bütün hökm nazirlikdən var idi. Qabaq TK dedilər, TK-nın işçiləri də var idi. Ondan sonra mənim adresimi götürdülər və demək olar ki 6 ay gəlib gedirdilər dağılıncan ki məni götürsünlər filarmoniya, amma evdəkilər icazə vermirdi. Və biz oraya gedəndə də evdə heç kəs bilməmişdi. Bir dayım, bir də ki mən. Dayım demişdi ki, nə badə evdə deyəsən, çünki mənim nənə, ailəmiz heç vaxt bu şeyə qol